Onlar bizə əmanət layihəsinə biz nəzər salsaq, bu layihə ataları şəhid olandan sonra dünyaya gələn şəhid övladlarını əhatə edir. Hansı ki, həmin şəhid övladları heç vaxt atalarını görməyiblər, görməyəcəklər, yalnız öz atalarını anasının, nənələrin, babaların danışdığı xatirələrdə, onun videosu varsa videoda görəcək, şəkili varsa şəkildə görəcək. Biz həmin uşaqlar üçün düşündük ki, nə edək və yekunda biz başa düşdük ki, həmin uşaqlar üçün bir layihə etməliyik. Onlar bizə əmanət layihəsi və bugünə qədər 120 şəhid övladı dünyaya gəlib, həm vətən müharibəsindən sonra, həm antiterror əməliyyatlarından sonra dünyaya gələn şəhid övladlarıdır ki, biz onların hər birinin adına müvafiq bankda 5000 manat depozit yerləşdirdik ki, həmin şəxslər müvafiq müstəqil həyata qədəm qoyana qədər oradakı vəsait artan faizlə şəxsin hesabında yığılacaq və şəxs müstəqil həyata qədəm qoyanda o kapitalı çıxardacaq. Və bununla yanaşı həmin körpələrin ilkin zəruri xərclərin ödənilməsi məqsədi ilə anaların bank hesabına 1000 manat vəsait köçürüldü ki, körpənin ilkin zəruri xərcləri də qarşılansın. Eyni zamanda onların hər birinin klinikadan, doğum evindən çıxarılmasında bizim həmkarlarımız iştirak ediblər və biz o ailələrlə, o körpələrlə yaxından maraqlanmışıq.